Salam, bugün sizinle birlikte Gutmut'tan aldığım 5'ləri atacağız şeyler. Aha, şimdi başlayırıq. Hamısının qiymətlərini deyə gedəcəm. Göstərəcəm, yəni keyfiyyətini falan. Ondan sonra seçəcəyik. Birinci elə bundan başlayaq. Bu rezindir. Belə saç rezindi, o balaca rezinlər olur da belə renkli. Bu da belə mişqası. 1 manatdır. Mən buna 10 üzərindən yani 9 veririm, yani ihtiyaç olmak için bir şeydir. Sonra bu corab, bu corabda belə olur, belə lastik formasında corablar. Bu ucuz corablardandır. Bunun da qiyməti 1 manatdır. Bunu bilirəm ki, 1 manatdır bunun qiyməti. Mən bunu 10 üzərindən 10 verirəm çünki çox bəyəndim. Sonra bu corab. Çok gülməlidir bu. Çok beğendim ben bunu alanda. Bunun qiymətini dedim, hə. Ben bunun 10 üzerinden 10 verirəm yenə. Bunun qiyməti 1 manat demişək kimi. Biraz da xəstələnmişəm. Aha. Bu da corabdır. Bütün elə demək olar corab almışam. Belə corabdır. Elə mişqalı falan. 1 manatdır. Bu da 1 manatdır. Buna 10 üzerinden 8 verirəm. Elə də bəyənmədim yani. Şalvarın altından giyinə bilməyəcəm, bax. Görünəcəkdə, yəni yaşıl rəngi olması pisdir. Gərək ağ və ya qara alardım. Yəni bir şey olmaz da. Hə, onun qiymətini dedim. Bu da rezinlərdir, saç rezinləri belə. Bəzək üçün 5 dənədir. Belə biri belə mişqa, biri donut, biri yol, biri kələbək, biri də belə cherry. Aha, bunun da qiyməti 2 manatdır. Bunun qiyməti 2 manatdır. Ben buna 10 üzerinden 7 veririm. Elə də yəni bəyənmədim. Sonra ay, bu da corabdır. Bunu neyin altından istəsən geyinə bilərəm. Belə siyah rəngdir. Yəni boz rəngdir. Hə. Bunun qiyməti 1 manatdır və mən buna 10 üzerinden 8 veririm. Yox, 9 veririm. 9 yəni çox qəşəng idi. Elə mənada. Sonra böyle bir çanta, çok güzeldi. Ay. Böyle şey var, ipi var, arası gedəndə taxmağa. Çok qəşəngdi. Böyle taxdım, getdim belə. Qolumun altına tam salmalı. Böyle pati formasındadır. Bunun qiyməti 6 manatdır. Mən buna 10 üzerinden 100 veririm. Yəni o qədər bəyəndim. Çox qəşəngdi. İndi bunu qoyduq bura, təzəsini açılır. Hə. Neydi? Hə, göz bandıdır belə taxıb yatmağa. Çox qəşəngdir. İndi açırıq baxırıq içinə. Aha, aça bilmədim. Bildiniz əsas. Hə, açdım baxın. Ay, buna baxın. Oo, çox gözəldir, çox. Yəni, çox bəyəndim. Çok qəşəngdir. İndi bu takım görüm nətər bir şeydir. Belə. Aha. Görün nə qəşəngdir. Yatanda falan taxacam, belə yatacam. Aha. Sonra Sonra belə kartqab almışam. Görün nə qəşəngdir. Çox cibi olan. Hə. Başlayayım, onun qiymətini demədim. Ben buna 10 üzerinden milyon verirəm. Çox qəşəngdir. Üstündəki desenlərə baxın. Bunun da qiyməti 1 manat idi. 1 manat almışam Gutmut'dan. Sonra dedim belə, bu kart qabı belə kartlar üçün qablar. İndi kartları içine qoyub göstərirəm 2 dəqiqə. Deyə bu kartları qoyuruq da belə şey kartları qoyub gəlirəm. Hə, qoydum yerlərinə. Görün nə qəşəng oldu. Ay, bakın çok güzel. Ben bunun içine böyle olduqca yığacağım. Böyle qatlayıb qoyacağım qırağa. Çok qəşəngdir. Keçdik sonraki veşimizə. Bax, bunu paketi tutub. Bunu çıxardım. Yeri çıxdı. Hə. Bu böyle paket. Çox qəşəngdir. Ben bunun qiymətini demədim. Bunun qiyməti hə, 1 manat idi. Bunun qiyməti 1 manat idi. Və mən bunu 10 üzərindən bir
Bir də sözüm axıra kimi çatdıramadım. Hə, bunu da mən buna 10 üzərindən 8 verirəm. Bu oldu mu? Hə, belə klok çox qəşəngdir. Mən bunu çox bəyəndim. Orada başqa formaları var. 2 dəqiqə. Hə, öskürdüm yenə. Hə, belə klokdur, çox qəşəngdir. Mən bunu çox bəyəndim. Belə pelişdir. Belə bu tərəfdə belədir. Tam belə hədiyyəlik belə tam qabıdır. Bu da qiyməti 2 manat 50 qəpik idi yəni. Orada başqa cürlər də vardı, amma mən bunu seçdim. Sonra üstümüzə gəlir. Sonra düşdü çoxumuzda. Hə. Sonra burada var belə güzgü. Çox qəşəngdir. Ay, bu beləymiş. Çox qəşəngdir. Buna baxın. Daisy Duck. Çox qəşəngdir. Buna baxın hələ. Yummy deyir burada da. Ay, çox qəşəngdir bu güzgüdür. Mənim buna puanım 5 üzərindən milyondur. Milyon, yəni 5 üzərindən amma. Milyon yəni. Çox qəşəngdir. Bunun da qiyməti 2 manat 50 qəpik və mən dedim də puanım neçədir. Sonra bu çox gözəldir. Çantalıq belə hər yerə asmaq üçün direkt yerə. Hə, çox qəşəngdir. Buna baxın, belə flamingo formasında çanta asmaq üçün belə bir şeydir də. Yəni belə. Mən bunun qiyməti 1 manat idi. Mən oradan 1 manat almışdım qutumuzdan. Onun 3 manatlığı da vardı, 1 manatlığı da vardı. Yəni bütün qiymətlər də var idi. Mən buna puanım 10 üzərindən milyondur. Yəni yenə milyon, yenə 10. Sonra. Bunu ağzı açıq yenə. Hə, belə görüm. Yara bandıdır, belə bəzəkli. 5 dənəsindən olur. Bu içində baxın, bir dənəsini göstərim. İçində 20 dənə olur. Hə, belə bir dənəsindən 20 dənəsi olur. Belə 5 dənəli belə. Çox qəşəngdir. Minnoş. Bunun da qiyməti 1 manat 50 qəpik idi. Mən buna puanım 10 üzərindən 10'dur. Salanmadım içeri. Hə. Sonra. Ay, çox qəşəngdir. Buna baxar mısınız? Çox gözəl, çox gözəldir. Baharın gəlişi üçün belə burada deyimlər var. Nə bilim, xoş gəldin bahar. Belə falan. Çox qəşəngdir. Buna baxın, 2 dənədir. Arxası da belədir. Çox gözəldir. Pışt. Aha, sonrası. Belə çox qəşəng belə qolbaqdır, daş qolbaq. Çox qəşəngdir. Bunun qiyməti 1 manat idi. Orada ikisinin qiyməti 1 manatdır belə bir dənəsində. Bunun da qiyməti 1 manat idi. Həmişə kimi. Buna da puanım 10 üzərindən 9'dur. Sonra. Ay, bu çox gözəldir. Bu da belə qolbaqdır. Belə, o da 1 manatdır. Böyle görün ne qəşəngdir. Burada çiyələyi var. Burada belə əlinə taxırsan belə tıs deyə gedirsən. Çox gözəldir bu da. Buna puanım 10 üzərindən yenə 10'dur. Bunun da qiyməti dedim də 1 manat. Hə, bitti veşlərimiz də artıq belə bitti. Dostlarım, siz mənim kanalıma abunə olub like atmayı unutmayın. Çox sağ olun. Bye bye.